dağıdır. Özdə qış günləri. Heyran dağların üstündə saxladı. Mən düşdüm, mənim bir yoldaşım düşdü. Bir də namaz qılanlar kimidi, onlar düşdülər. Heç dənə. Amma gördüm bir iki nəfər oturub. Bir ikisi qadın idi. Bir ikisi də kişi. Onlar oturub. Qadını demək olmaz. Çünki bəlkə bir haldadır, namaz qılmayacaq. Amma kişini necə? O mənə bir cür gəldi. Mənim yadıma gəlir, mən namaz qılanda biri maşının içində bürünmüşdü belə, ədyala özü bürünmüşdü. Mənə belə əyilib baxırdı, bir adam ilan tutara, ona belə baxarlar. O cür mənə baxır. Şükür Allah'a, indi çoxalıb namaz qılan çoxdur, o qılmayanlar da, Peyğəmbər də ona gəlmişdi. Namaz qılmayanları namaz qılan eləyə, bilməyənləri bilən eləyə. İndi burada da ola bilsin ki, çox namaz qılmayan mümkün. Buradakılar yox, Vəliqub tapılarda, Bakı şəhərində, kəndlərdə, şəhərlərdə. Ola bilsin ki, məsələn, bir nəfər heç namaz qılmır hələ. Onu qınamayın, ona əsəblənməyin, ona acı söz deməyin, ona qulağına söz eşitdirməyin. Ki, məsələn, filan kəsdə başına salmayın onları. Yumuşaq dilinə, əlin öpbəyinə, yüzün öpbəyinə, dodaqların öp onu. Başa sal ki, bilsin namaz bunun xeyrinədir. Onu bilsin fəqət. Heç demə namazdır. Fəqət bunu başa düşsün ki, namaz bunun xeyrinədir. Əgər bilsə ki, namaz bunun xeyrinədir və bilsə bu namaz qılmasa nə qədər pisdir, o namaz qılmalıdır. Yəqinən namaz qılacaq. Başa salın cəmaati, uşaqları, cavanları bilsinlər ki, namazın xeyri var. Bir dənə bulaqda, bir dənə suda, istəxridə 3 dəfə bir adam gündə 5 dəfə yuna, necə onun canı təmiz olar? Bir adam gündə 5 dəfə yuna. Namaz ruhi yuvar gündə 5 dəfə. Ruh pak olar. Niyə mən ibadət eləməyə halım gəlmir? Ruhum kəsibdir. Ona görə halım gəlmir. Ruhum kəsibdir. Necə xəstə adam dadlı yeməkləri gətirərlər göl istəməz deyə? Niyə? O xəstədir. Saf da olsa odur olar o. Saf olsa heç zaman verməz. Amma indi pişiriblər, gətiriblər qabağına xəstədir. Ona deyirlər, ye, o birisilərin ağzının suyu tökülür. O birisilər xəstə deyir o. Amma buna naz edir bu da. Yox, yeyə bilmirəm. Hələ bir qaşıq ye. Yox, yeyə bilmirəm. Niyə yeyə bilmir o dadlı yemək? Çünki xəstədir. Məryəm gecəni sübhədən ibadət edir. Əli əleyhissalam gedir gecənin meşəlikə, baxır ulduzlara yaş tökür. Peyğəmbər o cür, o birisi o cür. Allah'ı tanıyanlar Allah dəlisi olub. Mənə yalvarırlar namaz qıl, yox, qılmıram. Eynən o xəstə kimi. Bilmir. Ruh xəstələnib, namaz qılmağa hal gəlmir. 2 dəqiqə, hələ indi məsələn, mümkündür. Bizdə də var, deyil, özümüz də elə, hələ da sizdən nə gizdir, elə biz özümüz də elə oturuq da, hələ biz qılanıq da. İndi bu dənə qılanlardan deyək, gəldə. Elə, əssəlamu aleykum və rəhmətullah. Dur deyil. Elə o yaxşıdır, qılsın. Elə o cürdə qılsa qılsın. Təyəmmümsüz qılsın, dəstəmazsız qılsın. Ancaq üzün qibliyə tutsun hələ, qalanın sonra örgənə. Ancaq hələ üzün qibliyə. Niyə? Çünki öləndə axı uzadacaqlar o qibliyə. Axı ölməmişdən qabaq üzüyü tutdu ora bir dəfə. Öləndən sonra tutsalar deyələ bu kimdir baxır bizə. Odur ki, elə dəstəmaz bilir, bilsin, bilmir təyəmmümlə, təyəmmüm bilmir, elə o cür. Necə bilir, elə o cür qılsın. Yarımçılıq qılır, düz qılır. Bir həkim var Bakı şəhərində. Bir həkim var Bakı şəhərində. O mənə danışırdı. O mənə danışırdı. Dedim, mənim namaz qılan adamdır, şükür Allaha. O mənə dedi, bir zaman var idi, otaqda istərdim namaz qılan, birinci çırağı söndürərdim, işığı.
İkinci qapını bağlardım, qıfıllardım. Üçüncü pərdəmərdəni çəkərdim ki, şüşədən görsənməsin. Ev olardı qaranlıq, işıq sönüb, qapı qıfıllanıb, ondan durub yavaşda 2 rəkət namazını qılardı. Dalıcan dedi ki, ancaq namazımda qələtim çoxdur, səhvim çoxdur. Namazımda səhvim çoxdur. Elə yarımçılıq bilirəm. Mən dedim, sənin o yarımçılıq namazın, mənim o qumda qıldığım namazımdan üstünlüğü var Allah yanında. Mən az adam namaz qılam. Namaz qılama az adam zəhlidir. İranda bu cür demərəm namaz qılanı, qılmayana. Gözün də çıxada, İran deyil bura. Bura İran deyil. İranda qan yetişib bura. Orada indi biri namaz qılmır, o çox insafsızdır. Amma elə yenə ümidim var o da qılar. Nə olar, bir gün qılmaz sabah qılar. Peyğəmbər gələn günü hamı iman gətirmədi ki. Biri bir gün iman gətirir, biri 1 ildən sonra, biri 5 ildən sonra, biri 10 ildən sonra. 10 ildən sonra iman gətirənə Peyğəmbər demədi. Hə, 10 ildir mən gəlmişəm, bə sən haradasan, qaç get. Demədi. Dedi, bir gün gəlibsən, hoş gözlərim, gəl bura. Day demədi, bə mən 10 ildir gəlmişəm, sən hələ hardaydın, indi gəlibsən. Qəbul eləmir, o cür demədi. İndi sən də özün 10 ildir qılırsan, hə? Demə, o niyə qılmır? O büyün istir qıla da. O büyün istir qıla. Ancaq tək özüvə tərəf. Ancaq tək özüvə tərəf. Hər nə cürdür, başa salın cəmaata. Bilsin ki, bax, İslamın birinci qədəmi namazdır. Birinci addım İslamda, əlifbası İslamın namazdır. Usulü dindən sonra birinci şey namazdır. Bunu başa düşdü. Elə ki, bunu başa düşdü, elə də özü heç demədi namaz qıl. Özü vaxtında qılacaq. Qılmayan günü narahat olacaq. Qəzaya gedən günü vicdan öldürəcək bunu. Heç yuxusu yaparmayacaq. Allah bizə o qədər tövfiq versin ki, biz İslamın hökmlərin başa düşək. Bilək ki, bax, bunlar bizə zərərdir, bunlar bizə xeyirdir. Məsələn, itki bir şeydir ki, adamın ağlın aparır. Bunu hamı bilir də. Dünyada sən gəzəsən, ölkələrin hamısı, pisdən yaxtıdan, hamı ilə danışasan, bir nəfər deməz, ağıl pis şeydir. Bir nəfər deməz, ağıl pis şeydir. Ən böyük nemətlərdən biri ki, Allah verib ağıl. Məsəl deyərlər, Allah adamın ömründən götürsün, qoysun ağlının üstünü. Dəli adamın yaşadığının faydası nədir? Allah göstərməsin inşallah. Xub, bunu əgər bilsə ki, baba, ağılı ki, hamı deyil yaxsıdır, bu etki mənim ağlımı yaparır. O mənim ağlımla ziddir. Mən niyə özümü bir saatdə olmuş olsa dəli eləyim? Qabaqlar mən uşağıdım və görmüşdüm. Görərdim, indi bizlərdə uşağıdım, görərdim. Bir an o anda toylarda zaten şükür Allah'a yığışdı inqilabdan sonra. Biri görərsən içmişdi, bilmir nə danışır, öz sirrin dedi, birinə pis dedi, birinə söyüş dedi. Sonra ağlı başına gələr, ona gəlir. Filancası, mən pis al, məni bağışla. Filancası, qapı düşüb üzrüzdür, düşmüydüm bunu. Qapı gəzincə, məni bağışla, məni bağışla. Bir dəfə elə işməydi, mən səni bağışlayınca, sən məni bağışlayın. Ağılı apara, amma bunu bilmir. İndi ki bilmir, onu zəhərləmə. Onu acı danışma. Onu başa sal ki, bu iş pis iş olan bir işdir. Başa sal ki, bu ağılla zidd olan bir işdir. İstisən günə çıxasan, bu işlərdə başa düşsə eləməyəcək. İnşallah Allah hamımıza tövfiq versin. Allahın hökmlərini başa düşək, vaxtı ikən əməl eləyək, bilməyənlərə öyrədək, savabı hər şeydən çoxdur. Bilməyənlərə öyrədək, qiyamət günü inşallah Peyğəmbər yanında, şəhidlər yanında üzüqərə olmayan.